Prezident İlham Əliyev vergi məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib. Bölgə TV xəbər verir ki, bunlar Milli Məclis deputatının statusu haqqında, sosial sığorta haqqında, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında, tibbi sığorta haqqında, dövlət rüsumu haqqında, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında, hemofiliya və talasemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında, sığorta fəaliyyəti haqqında, istehsalatda bədbəxt hadisələri və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında, uşaqların icbari dispanserizasiyası haqqında, gömrük tarifi haqqında, nağdsız hesablaşmalar haqqında və əlilliyi olan şəxslərin hüquqları haqqında qanunlardır. Sözügedən dəyişikliklər paketin əsas istiqamətləri investisiyası mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxil olmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir. Sosial sığorta haqqında qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir. Rəna Rövşən qızı, BTV.